İkinci həndbol barəsində məlumatımız hörmətli həmkarlar, praktik olaraq meydança barəsində. Deməli, həndbol idman meydançası uzunluğu 40 metr, yəni yan xəttlər, bu xəttlər gedir, o yan xəttlər, ağ xəttlər, göstərsənlər, ağ xəttlər, o buradan və belə kvadrat sərhəsində bəli. Uzunluğu, yəni yan xəttlər 40 metrdir. Və arxa xəttlər isə, bu arxa xəttlər isə qapının 20 metrdir. Yəni, həndbolda meydançanın uzunluğu yan xəttlər 40 metr, arxa xəttlər isə 20 metrdir. Və burada əsas məqam nədir? Bütün xəttlər meydançada 5 santimetrdir, 5 santimetr. Amma yaxın qapı xətti isə 8 santimetr. Niyə görə? Qısa körlər dəstəmizə məlumat verəmiş ki, biz bilirik ki, futsal idman oyununda bütün xəttlər 8 santimetrdir. Və qapının da hündürlüyü 2 metr, eyni 3 metr. Burada da eyni şeydir. Həndbolda da qalır. Hündürlüyü 2 metrdir. Uzunluğu, yəni eyni 3 metrdir. Ona görə də bu qapı xəttlər 8 santim olduğu üçün xəttlərdə də 8 santim. Yəni meydançada bütün xəttlər 5 santimdir. Amma qapı xəttlər isə nə qədərdir? 8 santimetrdir. Və əlavə olaraq deyə bilərəm ki, həndbolda küm zərbəsi deyilən bir qayda yoxdur. Digər idmanla fərqli olaraq, məsələn, futzalda var, futbolda var. Amma həndbolda küm, yəni konyer, bilirsə konyer yoxdur. Amma cəbhə meydançası var, yəni qapçı meydançası. Qapçı meydançası 6 metrdir. 6 metrdir, futzaldakı kimidir. Amma burada əlavə olaraq sərbəst zərbəsi xətt verilir 6 metrdən kənarda 3 metr. Yəni bu 6 metr zonadır zərbə meydançası qapısı üçün. Bundan kənarda məsələn var 1, 2, 3. Bu xətt isə qırıq-qırıq xətt var ki, qırıq-qırıq xətt var ki, 9 metr, yəni sərbəst zərbəsi üçün. Amma bu 6 metr isə qapıdan zərbəsi, qapıcı meydançası üçündür. Burada əlavə 7 metr penalti zərbəsi var, həndbolda. Növbəti dərslərimizdə ondan məlumat verəcək. 7 metr penalti zərbəsi zamanı qapıcı buradan 4 metr, buradan 1, 2, 3, 4. Burada xətt var, 4 metr. Mütləq şərt deyil ki, qapıcı çıxmalı yox. Yəni, qapıcı 7 metr penalti zərbəsi zamanı, yəni zərbələri var. 4 metr yenə bilər, qabağa çıxa bilər. Və 6 metr cəmi meydançamızdan əlavə 7 metr hardan vurulur. Bu 6 metr cəmi meydançamız. Bunlar 1 metr kənarda 1 metr xətt var. 1 metr və 1 metr xətt belə gedir. 7 metr penalti zərbəsi buradan vurulur. Yəni, bir də təkrar edirəm ki, zərbə meydançası, qapıcı meydançası 6 metrdir. Və ondan 3 metr kənarda sərbəst zərbə, qırıq-qırıq xətt 15 santidan 9 metr sərbəst zərbədir. Və bu oyunda 7 metr penalti zərbəsi var ki, növbəti dəstəmizə deyəcək. Burada 7 metr penalti, yəni 6 metrdən 1 metr kənara, 1 metr var, 1 metr kənara, 1 metr xətt gedir, onun arxasındadır və burada da 4 metr qapısı, qabığa çıxarlar, xəttdən var, 1, 2, 3, 4, 15 santimdə xətt çəkilir, məhdudləşdirdiyi xəttlərdir. Buradan qapısı, qabağa çıxarlar və gələk, orada da eyni qapı, orada göstərirəm mən, eyni qapıda eyni şeydir. Amma burada bir məqam var ki, mərkəzi göstər. Həndbolda 2 cür mərkəzdən çıxarlar, 2 cür. Var düz xətt, bizim qanımızda olan
meydança düz xəttdir. Bu düz xəttdir. Var bir də digər stadionlar var müasir. Bunlar stadionlar var ki, dairə olan dairə mərkəzdir. Diametri 4 metr və radiusu yoxdur. Yəni, radiusu yoxdur. Bu düz xəttli olan meydançadır. Düz xəttli olan meydançadır. Meydança 2 yerə bölünür. Bir komanda, A komandası və B komandası üçün. Ona görə düz xəttli meydançadır. Amma elə stadion var ki, orada da diametri var 4 metr, amma radiusu yoxdur. Və bir də əldə zonası var. Buradan mərkəzdən 4 yarım. A komandası seçin, 4 yarım. B komandası seçin, oyuncular, və bir də azad zona meydançada, qapıların arxasında 2 metr azad zona, yan tərəfdən azad zona 1 metrdir. Belə, bu qədər.